Salam əziz izləyicilər. Bugünkü dərsimizin adı buludlara doğrudur. Hamımız küləyin ətrafdakı cisimləri hərəkətə gətirdiyini müşahidə etmişik. Yəqin ki, küləyin bunu necə etdiyini bilirsiniz. Gəlin kiçik bir təcrübə keçirdək. Qarşımızdakı kitabın vərəqlərini yüngül şəkildə üfürək. Üfürdüyümüz zaman vərəqlər hərəkətə gəldi. Küləklər əsəndə ağacların budaqları yellənir, paltarlar ipdə dalğalanır, kağız uçur və yarpaqlar havaya qalxır. Külək əslində özü hərəkət edən havadır. Hava görünmür, amma hərəkət edəndə əşyaları hərəkət etdirə bilir. Sizcə hava bütün cisimləri eyni şəkildə hərəkət etdirə bilərmi? Gəlin növbəti tapşırığı yerinə yetirək və bu sualın cavabını birlikdə tapaq. Ekranda gördüyünüz cisimlərə diqqətlə baxın. Sizcə hava axını hansı cisimləri asanlıqla hərəkətə gətirə bilər? Yəqin ki, cavabı tapdınız. Bəli, bayraq və şar daha asan hərəkət edir. Qatar və gəmini isə hərəkət etdirmək bir xeyli çətindir. Hava axını cisimlərə təsir edir. Kütləsi az olan yüngül cisimlər daha tez hərəkətə gəlir. Hava ilə təmas sahəsi böyük olan cisimlər isə havanın təsirini daha çox hiss edir. İndi isə gəlin sizinlə maraqlı bir fəaliyyət edək. Bu fəaliyyəti yerinə yetirmək üçün bizə lazımdır kağız, qayçı, qələm və şirə çöpü. Kağızı kiçik hissələrə bölürük. Kağızı kiçik hissələrə böldükdən sonra üzərinə hərflər yazırıq. Sonra üfürərək kağızları hərəkət etdiririk. İndi isə əllərimizlə toxunmadan şirə çöpündən istifadə edərək bu hərflərdən söz düzəldək. Havanı içəri çəkəndə kağız çöpə sıxılır və onunla birlikdə hərəkət edə bilir. Növbəti fəaliyyətimizdə biz şarı hərəkətə keçirəcəyik. Bunun üçün bizə lazım olacaq ləvazimatlar: şar, karton stəkan və qayçıdır. Stəkanı kəsirik. Alt hissəsində dəlik açırıq və şarı həmin hissədən keçiririk. Hazır olduqda şarı şişirdirik. Şişirdikdən sonra isə sərbəst buraxırıq və nə baş verdiyini müşahidə edirik. Gördüyümüz kimi şarın içindəki hava sürətlə çölə çıxarkən şarı hərəkətə gətirir. Hava bir tərəfə çıxır, şar isə əks tərəfə hərəkət edir. Raketlər də bu prinsiplə hərəkət edir. Raketdəki qazlar böyük sürətlə aşağıya doğru hərəkət edir və bunun nəticəsində raket yuxarı qalxır. Yəni qaz bir istiqamətdə hərəkət edir, raket isə əks istiqamətdə. Bugün biz maraqlı fəaliyyətlər ilə hava axınının təsiri nəticəsində cisimlərin hərəkətini müşahidə etdik. Bugünlük bu qədər. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik.